İki yarımkürədə yerləşən materikləri seçin. İki yarımkürə ekvatordan şimal və ya cənubda, Qrinviçdən isə şərq və ya qərbdə olması lazım. Deməli, Şimali Amerika materiki, ekvatordan şimalda, Qrinviçdən qərbdə şimal və qərb yarımkürəsi, Avrasiya 3 yarımkürədə yerləşir, Afrika 4 yarımkürədə yerləşir, Avstraliya 2 yarımkürədə, cənub və şərq yarımkürəsində yerləşir. Cənubi Amerika isə 3 yarımkürədə yerləşir, çünki Qrinviç xətti keçir. Demək, doğru cavab 1-4B variantı. Kəsmə yüksəkliyi 15 metr olarsa, A nöqtəsinin mütləq hündürlüyünü müəyyən edir. Kəsmə yüksəkliyi 15-dirsə, kənar horizontalla A nöqtəsi arasında 1, 2, 3, 4 kəsmə var. O zaman 4 vur 15 bərabər 60 metr. Və təpə olduğu üçün, çünki Bergştrixin ucu mərkəzdən kənara doğrudur. O zaman A nöqtəsi yüksəkdə yerləşir. 120 üstəgəl 60 bərabər 180 metr. Doğru cavab C variantı. Miqyası 1/500.000 olan xəritədə iki məntəqə arasındakı məsafə 30 cm. Digər xəritədə isə bu məsafə 10 cm-dir. İkinci xəritənin tərtib olunduğu xətti miqyası müəyyən edin. Deməli, biz birinci xəritənin miqyasına görə və xəritədə olan məsafəyə görə həqiqi məsafəni tapırıq. Həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə 30 cm, vuraq miqyas, yəni 5 kilometrə. O da bərabərdir 150 kilometr. İkinci xəritənin tərtib olunduğu miqyası tapmaq üçün isə miqyas bərabərdir. Həmin həqiqi məsafəni, yəni 150 kilometri bölürük ikinci xəritədəki məsafəyə, yəni 10 cm-ə. O da bərabərdir 15 kilometr. Deməli, xəritənin miqyası, yəni miqyasın kəmiyyəti 15 kilometrə bərabərdir. Doğru cavab D variantı. Hansı dövrdə yerin kürə formasında olması praktik olaraq sübut edildi? Yerin kürə formasında olması Fernand Magellan ekspedisiyası nəticəsində sübut edilir. 1519-22-ci ildə, yəni 16-cı əsrdə. Bu da böyük coğrafi kəşflər dövründə deməkdir. Doğru cavab B variantı. Uyğunluğu müəyyən edin. Konturlu, xətti və miqyassız şərti işarələri müəyyən etmək. 1. Miqyassız zavod. 2. Bağ. Bu konturlu şərti işarəyə aiddir. 3. Şose yolu, avtomobil yolu xətti. 4. Çay xətti. 5. Kolluq konturlu. 6. Çəmənlik konturlu. 7. Metal körpü miqyassız. 8. Bataqlıq konturludur. Və doğru cavab A variantı olur. Yəni konturluya 2, 8, bağ və bataqlıq. Xəttiyə 3 və 4, yəni şose yolu və çay. Miqyassıza isə 1 və 7, yəni zavod və körpü uyğun gəlir. 1/600.000 miqyaslı xəritədə uzunluğu 42 cm olan yolun həqiqi uzunluğunu hesablayın. Həqiqi uzunluğunu hesablamaq üçün miqyası xəritədəki məsafəyə vurmaq lazımdır. Yəni 6 kilometr, vuraq 42 cm. Bu da bərabərdir 252 kilometr. Doğru cavab A variantı. İlk mükəmməl xəritənin və geosentrik sistem nəzəriyyəsinin müəllifi olmuşdur. Haqqında bəhs olunan şəxs kimdir? Geosentrik sistem nəzəriyyəsini irəli sürən, yəni yer mərkəzdə, günəş və planetlər yerin ətrafında fırlanması, bu Ptolemeyin irəli sürdüyü nəzəriyyədir və eyni zamanda ilk mükəmməl xəritə dərəcə torundan istifadə etmişdir. Doğru cavab C variantı Ptolomey. Fiziki xəritələrdə əks olunur. Ölkələr, paytaxt və iri şəhərlər siyasi xəritədə, temperaturun və yağıntıların paylanması iqlim xəritəsində, təbii zona, bitki və heyvanlar aləmi, coğrafi qurşaqlar və yaxud təbii zonalar xəritəsində əks olunur. Dağlar, düzənliklər, su hövzələri isə bu fiziki xəritədə əks olunur.
Faydalı qazıntılar, süxurların mənşəyi bu geoloji xəritələrdə öz əksini tapır. Ona görə doğru cavab D variantı. Yarımkürələr xəritəsində okean cəryanları, səyyahların səyahət marşrutları hansı təsvir üsulu ilə göstərilir? Okean cəryanları oxlarla istiqamətləri göstərilir və bunlar okeanda hərəkət edən iri çaylardır. Ona görə hərəkət xətləri vasitəsilə təsvir olunur. Mütləq mövqeyi 30 dərəcə cənub enliyi, 50 dərəcə qərb uzunluğu olan məntəqə. 30 cənub enliyi, yəni ekvatordan aşağıya baxmalıyıq. 50 qərb uzunluğu isə Greenwichdən sola baxmalıyıq. Üçüncü məntəqə 30 dərəcə cənub enliyi və 50 qərb uzunluğu. Doğru cavab A variantı. Uyğunluğu müəyyən edin. Coğrafiyanın sahələri və öyrəndiyi obyekt. Rekreasiya coğrafiyası, şəhər və landşaft planlaşdırılması və ekoloji coğrafiya. Ətraf mühitdə yaranan problemlər və onların həlli yollarını öyrənən ekoloji coğrafiyadır. Yəni 3-ə 1 uyğun gəlir. Turizm ehtiyatları və istifadə yolları rekreasiya coğrafiyasıdır. Yəni 1-ə 2 uyğun gəlir. Yaşayış və təsərrüfat yerlərinin səmərəli qurulması, bu isə şəhər və landşaft planlaşdırılmasına aiddir. Yəni 2-yə də 3 uyğun gəlir. Doğru cavab D variantı. 1-ə 2, 2-yə 3, 3-ə 1. Düşərgədən çıxan şagirdlərin hərəkət azimutlarının ardıcıllığını müəyyən edin. Düşərgədən çıxan şagirdlər ilk öncə 315 dərəcə azimutla hərəkət edirlər. Daha sonra istiqaməti şimal-şərqə dəyişərək, yəni 45 dərəcə azimutla davam elətdirirlər. Demək, doğru cavab B variantı 315 və 45 dərəcə. Klasteri tamamlayın. Burada planalmanın növləri göstərilmişdir. Planalma 2 yerə bölünür. Havadan və yerüstü. Demək, burada bir də havadan planalma olacaq. Yerüstü planalma da 2 yerə bölünür özlüyündə. Gözəyarı bir də dəqiq planalma olaraq bölünür. Gözəyarı da 2 üsulla yerinə yetirilir. Qütb və marşrut üsulları ilə həyata keçirilir. Beləliklə doğru cavab B variantı. Havadan, dəqiq və qütb. Kəsmə yüksəkliyi 25 metr olarsa A nöqtəsinin hündürlüyünü müəyyən edin. Kəsmə 25 metrdirsə, Baltik dənizi, yəni 0 metr sahillərini götürürük və aya qədər 1, 2, 3 kəsmə mövcuddur. 25 vur 3, o da bərabərdir 75 metr. Deməli, A nöqtəsinin hündürlüyü 75 metrə bərabərdir. Doğru cavab Y variantı. Ədədi miqyasların düzgün izahı verilmiş variantı müəyyən edin. Miqyas 1 bölünsün 1.200.000, 1 bölünsün 30.000 və 1 bölünsün 650.000 verilib. 200 kilometr yanlışdır. Doğru cavab Y variantı uyğun gəlir. Yəni 5 sıfır silsək 1 saatdə 12 kilometr. 1 bölünsün 30.000-də 4 sıfır silsək 0,3 kilometr. Və eyni zamanda burada da 4 sıfır silib, yəni 650.000-i 100.000-ə bölsək 6,5 kilometr. Doğru cavab Y variantı. Bakıxanovun təsvirdəki sistemdən bəhs edən əsəri hansıdır? Təsvirdə heliosentrik sistem verilmişdir. Yəni Günəş mərkəzdə, yer və digər planetlər Günəşin ətrafında dövr edir. Bu sistem nəzəriyyəsi Nikolay Kopernikə aiddir və Bakıxanov bu sistem nəzəriyyəsindən bəhs edən Kainatın Sirləri əsərini yazmışdır. Doğru cavab C variantı. Turistlər 180 dərəcə azimutla 1,5 kilometr gedəndən sonra istiqaməti şərqə dəyişərək daha 1,5 kilometr yol getdilər. Onlar düşərgəyə ən qısa yolla hansı istiqamətlə qayıtmalıdırlar? Düşərgə təsvir edirik.
Əvvəlcə 180 dərəcə azimutda, yəni cənub istiqamətində getmişlər. Daha sonra istiqaməti şərqə dəyişirlər. Yəni 90 dərəcə azimutdan gedirlər və qısa qayıtma yolu isə şimal-qərb, yəni 315 dərəcə azimutdan qayıtmış olacaqlar. Doğru cavab D variantı. Berkştrikləri əsasən təyin etmək olar. Berkştriklər bilirik ki, horizontallara perpendikulyar çəkilmiş qısa xətlərdir və relief formasını, yəni təpə və yaxud çökək olmasını və səth sularının axın istiqamətini göstərir. Doğru cavab B variantı. Aşağıdakı qrafik ifadə hansı ədədi miqyasa aiddir? Burada 1 santimetrdə 2,5 və bir də qrafik ifadədə sağda ölçü vahidi verilir. 2,5 kilometr. 1 saatdə 2,5 kilometr. Doğru cavab C variantına uyğun gəlir. Miqyassız şərti işarələrlə təsvir olunan coğrafi obyektlər. Miqyassız şərti işarələrlə o obyektlər təsvir olunur ki, onların tutduğu sahə çox kiçik olur, amma göstərilməsi vacib olur. Bu da körpü, fabrik, çəmən, bağ, bunlar konturlu şərti işarələrdir. B variantında kanal, çay, boru kəməri, dəmir hamısı xətti şərti işarədir. Tarla, göl, bunlar konturlu şərti işarədir. Bataqlıq, şoranlıq, bunlar da hamısı konturlu şərti işarələrdir. Zavod, məscid, bunlar miqyassız. Meşə, tarla isə konturludur. Doğru cavab Y variantı. Tək ağac, bulaq, körpü və dəyirman. Şəkildə göstərilmiş materikdə tədqiqatlar aparmış və materikin geoloji xəritəsini tərtib etmiş coğrafiyaşünas alim və səyyah kimdir? Şəkildə Cənubi Amerika materiki göstərilib, təsvir olunmuşdur. Cənubi Amerikanın geoloji xəritəsini tərtib edən Alexander Humboldt olmuşdur. Doğru cavab B variantı. Müşahidəçi harada dayanarsa coğrafi qütblərdən eyni məsafədə yerləşir. Coğrafi qütblərdən eyni məsafədə olan, yeri iki bərabər hissəyə bölən xəyali çevrə ekvatordur. Yəni, ekvator xəttində dayanarsa, qütblərdən eyni məsafədə olacaq. Ekvator sözü tən bölən deməkdir. Doğru cavab C variantı. Paralel və meridianın 1 dərəcəlik qövsünün uzunluğuna əsasən A-dan B-yə qədər olan məsafəni ACB xətti üzrə hesablamaq. İlk öncə A-dan C-yə qədər məsafəni hesablayırıq. A 40 dərəcə şərq uzunluğu, C isə 0 uzunluğunda yerləşir. Demək, arada uzunluq fərqi 40 dərəcəyə bərabərdir. Və hər iki məntəqə 40 şimal enliyində yerləşdiyi üçün aradakı uzunluq fərqini 40 enliyindəki 1 dərəcənin qiymətinə, yəni 85,4 kilometrə vururuq. O da bərabərdir 3416 kilometr. C-dən B-yə qədər olan məsafə isə meridian qövsü üzrə hesablanacaq. Yəni 40 şimal enliyi ilə ekvator arasında 40 dərəcə və şərtdə verildiyi kimi 1 dərəcəlik meridian qövsü 111,1-dir. 111,1-ə vururuq. 4444 kilometr alırıq. Və 3416 kilometr üzərinə 4444 kilometr əlavə edirik. Bu da bərabərdir 7860 kilometr. Demək, A-dan B-yə qədər məsafə ACB xətti üzrə 7860 kilometrə bərabərdir. Relyefin horizontallarla təsvirinə əsasən doğru fikirləri seçin. Burada çökəklik təsvir olunmuşdur. Çünki berkştriklər kənardan mərkəzə doğru enməni göstərir. O zaman 2 çökəklikdir. Kənar və daxili horizontalların hündürlük fərqi 900 metrdir. Bu yanlışdır. Çünki kəsmə yüksəkliyi 150 metrə bərabərdir. Yəni 900-dən çıxırıq 450. 450. Onu da bölürük 3-ə. Arada çünki 3 kəsmə var.
bərabər 150 metr. Demək, kəsmə yüksəkliyi 150 idisə, daxili horizontalın qiyməti 300-ə bərabər olacaq. 900 və 300 arasında 600 metr hündürlük fərqi var. Yəni, 3-cü sıra yanlışdır. A nöqtəsinin mütləq hündürlüyü 0 metrdir. Bu da yanlışdır. Tapdıq ki, 300 metrdir. Kəsmə yüksəkliyi 150 metrə bərabərdir. Bu doğrudur. Səth suları kənarlardan mərkəzə doğru axır. Bu da doğrudur, çökəklik olduğuna görə. Beləliklə, doğru sıralar 2, 5, 6. 1/500.000 miqyaslı xəritədə 40 kvadrat santimetr yer tutan Xocalı rayonunun həqiqi sahəsi neçə kvadrat kilometrdir? Həqiqi sahəni tapmaq üçün biz xəritədəki sahəni vururuq miqyasın kvadratına. O zaman xəritədəki sahə 40 kvadrat santimetr. Vuraq miqyasın kvadratına, yəni 5-in kvadratına 25 kvadrat kilometrə. O da bərabərdir. Demək, 1000 kvadrat kilometr. Demək, Xocalı rayonunun həqiqi sahəsi 1000 kvadrat kilometrə bərabərdir. Doğru olmayan ifadələri seçin. Bütün paralellərdə 1 dərəcəlik qövsün uzunluğu eynidir. Bu doğru olmayandır. Çünki paralellər radiusları qütblərə doğru kiçilən çevrələrdir. Doğru olmayan kimi biri götürürük. Qlobusda paralellər radiusları qütblərə doğru kiçilən çevrələrdir. Bu doğru olandır. Yer səthindəki nöqtənin enlik və uzunluğuna həmin nöqtənin koordinatları deyilir. Bu da doğrudur. Ekvatorda müəyyən yerə qədər meridian qövsünün dərəcələrlə kəmiyyətinə coğrafi uzunluq adlanır. Deməli, ekvatordan müəyyən yerə qədər meridian çevrəsinin, daha doğrusu qövsünün dərəcələrlə kəmiyyəti coğrafi uzunluq yox, coğrafi enlik adlanır. Deyək ki, ekvatordan şimala doğru bu meridian qövsünün dərəcəsi 10 dərəcədirsə, demək ki, bu 10 dərəcəlik coğrafi enlik olur. O zaman meridian qövsü bizə coğrafi enliyi vermiş olur. Yanlış oldu. Doğru olmayan 4. 5. Yerin xəyali oxunun yer səthində kəsişdiyi nöqtələr coğrafi qütblər adlanır. Bu doğrudur. Beləliklə 1 və 4. Xəritə sxemasının uyğunluğu müəyyən edin. Səyyahların səyahət marşrutları xəritəsinə əsasən bu marşrut xətlərinə səyyahları uyğunlaşdırmalıyıq. Demək, Xristofor Kolumbun səyahəti B, Leif Eriksonun səyahəti A, Şimali Amerikanın şimal-şərqinə səyahət etmişdir. Vasco da Gama isə Hindistana dəniz yolunu açmış, yəni D marşrut xətti. Beləliklə 1 B, 2 A, 3 D. Bakı və Pekin şəhərləri arasındakı məsafə 27 santimetrdir. Bu məntəqələr arasındakı həqiqi məsafənin 5940 kilometr olduğunu bilərək aşağıdakı sualları cavablandırın. Xəritənin miqyasını ədədi, izahlı və xətti şəkildə qeyd edin. Miqyası tapmaq üçün biz həqiqi məsafəni, yəni 5940 kilometri bölürük 27 santimetrə. Xəritədəki məsafəyə, şəhərlər arasındakı məsafəyə, o da bərabərdir 220 kilometr. Demək ki, biz bu miqyası ədədi şəkildə ifadə eləsək, 1/220, arxasına da 5 sıfır əlavə edirik. Yəni, 1/22 milyon. İzahlı şəkildə 1 santimetrdə 220 kilometr. Və xətti şəkildə isə qrafik ifadə olaraq biz göstəririk. 0, 220, 2 santda 440, 3 santda 660 və kilometr. Bu xətti miqyas ifadəsi oldu. Və beləliklə, miqyas hər üç növdə doğru qeyd olunubsa 2 bal, miqyas sadəcə doğru qeyd olunubsa, yəni hər hansı bir növdə doğru qeyd olunubsa 1 bal, digər hallarda isə 0 balla qiymətləndirilir. Xəzər dənizinin şimaldan cənuba uzunluğu bu xəritədə 5 santimetrdir.
Xəzərin həqiqi uzunluğunu hesablayın. Biz həqiqi uzunluğunu hesablamaq üçün xəritədəki məsafəni, yəni 5 santimetri miqyasa vurmalıyıq. Miqyas bayaq tapdıq. 220 kilometrə bərabər idi. O da bərabər 1100 kilometr. Demək ki, Xəzər dənizi şimaldan cənuba təqribən 1100 kilometr məsafədə uzanmış olur. Həll yolu və nəticə doğrudursa 2 bal, həll yolu doğrudur ancaq cavab yanlışdırsa 1 bal, digər hallarda isə 0 balla qiymətləndirilir. Bakı ilə eyni enlikdə yerləşən Pekin şəhərinin 116 dərəcə şərq uzunluğunda yerləşdiyi nəzərə alaraq cədvəli doldurun. Bakı Pekindən hansı istiqamət və azimutda yerləşir? Bakı Pekindən. Bakı 50 şərq uzunluğunda, Pekin 116 şərq uzunluğunda yerləşdiyi üçün Bakı demək Pekindən qərbdə yerləşir. Qərb istiqaməti azimut olaraq 270 dərəcə azimutda yerləşəcək. Pekin isə Bakıdan şərqdə yerləşir, şərq istiqamətində və azimut olaraq isə 90 dərəcə azimutda yerləşir. Beləliklə, hər iki şəhərin bir-birinə nəzərən yerləşdikləri istiqamət və azimut doğru təyin edilibsə 2 bal, bir şəhərin istiqaməti və azimutu doğru təyin edilibsə və ya şəhərlər arasında istiqamət və ya azimut doğru təyin edilibsə 1 balla qiymətləndirilir. Digər hallarda isə 0 bal.